Dövlət-özəl tərəfdaşlığının iqtisadi inkişafda rolu. Dövlət-özəl tərəfdaşlığı, dövlət xidmətlərinin göstərilməsi, infrastrukturun yaradılması və idarə edilməsi üçün dövlətlə özəl sektor arasında bağlanan müqaviləyə əsaslanan əməkdaşlıq modelidir. Azərbaycanda bu model 2022-ci ildə qəbul olunmuş dövlət-özəl tərəfdaşlığı haqqında qanunla hüquqi çərçivəyə salınıb. Bu modelin əsas üstünlükləri: dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, dövlət xidmətlərinin keyfiyyətli və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə dayanıqlı inkişafın təşviqi, özəl sərmayə və xarici investisiya axınının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və regionların inkişafına dəstək, rəqabət qabiliyyətli məhsulların ixracının artırılması, sosial-iqtisadi infrastrukturun genişləndirilməsidir. Ölkəmizdə bu model sahibkarlığın inkişafını sürətləndirir, dövlət-özəl əməkdaşlığında etimadı gücləndirir və özəl sektorun investisiya fəallığını artırır. Dünya İqtisadi Forumunun 2025-ci ilin yanvarında açıqladığı hesabatda Azərbaycanın dövlət-özəl tərəfdaşlığının inkişafı yönündə tətbiq etdiyi innovativ yanaşmalar xüsusi qeyd olunub. Hesabatda rəqəmsal iqtisadiyyat sahəsində nailiyyətlər, dövlət xidmətlərinin göstərilməsində özəl sektorun cəlbi və bu modelin sosial-iqtisadi təsirləri vurğulanır. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində ilk pilot layihə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalıdır. Artan su tələbatı nəzərə alınaraq müəssisənin gündəlik istehsal gücü 300 min kubmetr müəyyən edilib. Elan edilmiş müsabiqənin nəticəsinə əsasən Səudiyyə Ərəbistanının Aqua Power şirkətinin rəhbərlik etdiyi konsorsium birinci yeri tutub. 22 sentyabr 2025-ci ildə 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Aqua Power şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında dəniz suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi və istismarı üzrə müqavilə imzalanıb. Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli sərəncamı ilə 2026-cı ildə həyata keçiriləcək dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiqlənib. 2026-cı ildə dövlət-özəl tərəfdaşlığı çərçivəsində su və tullantıların idarə olunması, ətraf mühit və ekologiya, nəqliyyat və daşınmalar, təhsil, səhiyyə, qida və kənd təsərrüfatı kimi sahələr üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyətlər göstərir ki, dövlət-özəl tərəfdaşlığı Azərbaycanda iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasına imkan yaradan, sosial yönümlü və innovativ layihələrin daha effektiv həyata keçirilməsinə xidmət edən mühüm strateji alətə çevrilir.